הבורא מביא את האדם למקום הבחירה, כמו שכותב בעל הסולם בי"ד בהקדמה לתלמוד ספירות. 10 Sfirotun təlimində Bari Sulam 4-cü cildə yazır ki, yəni yaradan insan əlini ora qoyub deyir ki, seç. Yəni yaradan insanı həmin toplantıya gətirir. Yəni hər kəsin yığışıb toplandığı həmin o məkan bir nurlandırıcı məkana çevrilir və orada müqəddəslik aşkar olunur. Ona görə belə deyilir. Əgər insan digər yoldaşları ilə, qrupda olan yoldaşları ilə hamısı birlikdə bütün bunları anlayırlarsa, onlar birlikdə birləşmək üçün işləyirlər, çalışırlar və hər biri özü nə dərəcədə digərlərinə sirayət edə bilirsə, o dərəcədə irəliləyə bilir. Yəni bu onların arasında birləşmə nöqtəsi yaranana kimi davam edir. Yəni qrupun mərkəzindəki olan birləşdirici nöqtə və həmin an o zaman ora toplantı deyilir. Yəni orada birliyə qarşı, yaradana qarşı olan addımların parlaması, işıqlanması baş verir və ümumiyyətlə bütün fərqliliklər o zaman itir və hər şey bir xüsusiyyətdə birləşir və bu bir xüsusiyyətin içində sülh, ruh və ilm. Yəni Bari Sulamın məktubunda yadınızdadır, var idi. Yəni həm sülh, həm qod, həm ruh, yəni bütün hərəkət və zaman çərçivəsində hər şey itir. Hər şey qrupun daxilində sanki əriyir, onun içinə bürünür. Yəni mən o zaman bütün heyvani hisslərimi, keyfiyyətlərimi burada ixtisar edirəm və insani keyfiyyətlərə gəlirəm, hissiyatlara gəlirəm. Yəni ruhani hissiyatlara gəlirəm. Yəni yeni növ bir orientir əmələ gəlir məndə ruhani aləmlərdə. Yəni əgər mən bunun əbədi olmağını istəyirəmsə, onda biz birlikdə bu məkanı qura bilərik. Həmin yerdə qarşılıqlı vermə xüsusiyyəti peyda olacaqdır və onun içində biz verən qüvvəni hiss edəcəyik. O bizim üçün aşkar olacaq və həmin qüvvəyə uyğun olaraq, həmin gücə uyğun olaraq biz yaradan aşkar edəcəyik. Yəni o xüsusiyyətin nə olduğunu hiss edə biləcəyik. Yəni kli olmadan nur olmur, qab olmadan nur olmur. Qab nura bir yer ayırır və bütün bu obraz, bütün bu təsvir peyda olur və ona görə də 10 nəfərdən az icma yoxdur. Yəni burada bütöv bir həm kəmiyyət, həm birlik, həm niyyət, bütün bunlar gələcəkdə, yəni onlar gələcəkdə elə olacaq. Yəni vermək, yəni bu vermə istəyini yoldaşlara yönəltmək, yaradana yönəltmək, indi olan şeylərdən ayrı olmalıdır. Yəni sülh, qod və ruh, yəni bu üç anlayış insan əbədi olaraq bu halda qalmaq istəyirsə, yəni qayıtmaq istəmirsə, yəni bu heyvani mövcudluğuna qayıtmaq istəmirsə, onda bunun adı vermə xüsusiyyətlərinə bənzəmə yolu deyiləcək. Yəni, məqalədə bir çox anlayışlar var. Əsas odur ki, seçimin haradadır, onu görəsən. Yəni, mənim seçimim haradadır. Yəni, mənim seçimim o deyil ki, mən özüm üçün dua eləyim. Mən digərləri üçün dua eləməliyəm. Yəni, nə dərəcədə mən o qüvvəni, güc tətbiq edə bilərəm ki, yəni, tamamilə özümü ixtisar edim, itim. Aydın məsələdir, burada qarşılıqlı münasibət olmalıdır. Bunu hər kəs eləməlidir. Aydın məsələdir. Amma məqalə belədir. Yəni, bu mövzu haqqında çox danışmaq olar. Bu, əsas bizim həyata keçirəcəyimiz şeylər bunlardır. Yəni, bu mövzuda
bu mövzu ilə bütün Kabala elmini əlaqələndirmək olar. Çünki o bütünlüklə elə bir məkandan danışır ki, orada yaradan peyda olur. Yəni biz o məkanı qurmalıyıq. Çünki Kabala yaradanın bu dünyada bu halda aşkarlanması deməkdir. Hansı halda? O halda ki biz deyirik ki, yəni Bneit Knesset toplantı evinin haqqında danışdığımız məkandan söhbət gedir. Yəni bu məkanda biz yaradan üçün yer qururuq, yer ayırırıq. Ona görə fərqi yoxdur. Kim tez gəlib, kim gec gəlib. Hansısa şəraitdən tez gələn var, hansısa şəraitdən gec gələn var. Fərqi yoxdur nöqtəni sən nə zaman əlavə eləyirsən. Gələcək dünyanın əmələ gəlməsinin nöqtəsidir bu. Yəni biz əgər birlikdə sirayət eləmək istəyiriksə, bir toplantıya girmək, daxil olmaq istəyiriksə, onun da adı Malxut olmalıdır. Şamayim səmalardır. Yəni biz onu bina ilə, vermək xüsusiyyəti ilə əlaqələndirmək istəyirik və birlikdə bir-birimizə qayğı göstərməklə mövcud olmaq istəyirik. Özünü istəmək isə, özünə qayğı isə itir, sadəcə itir. Bizim maddi təbiətimiz, yəni o itir və biz qalxırıq, öz üzərimizdən növbəti pilləyə qalxırıq və bu artıq ruhani pillədir. Ruhani pillə nə deməkdir? Ruhani pillə digərlərinə qayğı göstərmək deməkdir. Ona görə də Kabala elmində çoxlarının duası anlayışı var. Yəni o duanı insan qaldırır, ucaldır və digərləri üçün rica edir. Digərləri üçün ricaya gələn ilk növbədə layiq olur. Vermək istəyinə ilk növbədə o layiq olur.